Siz balalarınızı orduya göndərirsə orduya. O ordunun ali baş komandanı tərtəmiz ermənidir. Vitse-prezident tərtəmiz ermənidir. Milli Məclisin yarısı nazirlərin, yarıdan çoxu güc nazirlərinin, generallarının, yarıdan çoxu ermənidir, anası arvadı. Bu bizim baş qərəcə rəis. Ordunun ən əsas adamıdır. Baş qərəcə rəis. Bu adamın bütün Azərbaycan ordusu bilir. Özü FSB-nin adamıdır. İlham Əliyev FSB-nin generalı olduğu kimi. Özü FSB-nin generalıdır bu. Polkovnikidir. Bunun adı Kərim Vəliyevdir. Bu adam anası qax ermənisidir. Anası Amerikada erməni qəbirstanlığında dəfn edildi. Təyyarə ilə öldüyü ölkədən aparıldı. Erməni qəbirstanlığında bastırıldı anası. Baxın bu. İsa Sadıqov buna görə məndən dalaşmışdı. Məndən küsmüşdü. Bax buna görə. Mənlə bir yerdə olub şərəfli zabitdir deyirdi. Zakir Həsənov birbaşa bugün mənə məlumat verən İlhamın bu il sonudur məlumatı gələn. Az ki mən biraz da mübahisə elədim onların adamlarından ki. Yox. Mənim intuisiyalarım başqa şey deyir. Ola dedi 2027-də İlham gedəcək, mən dedim 26-da. Təzədən bugün mənə çıxıblar ki, Qabil, sən haqlı çıxdın. Ən yuxarıda söhbət getdi. Rusiya default elan ediləcək bu yaxın aylarda. Krım əldən gedir. Artıq Krım blokadadır. Rus hərbçiləri qaçır. Aləm dəydi bir-birinə. Moskvanın özündə belə cəmaət zapravka gəzir. Benzin yoxdur. Rusiya default elan ediləcək. Bank sektoru qarışıq. Bütün sektorlar idarə etməyə itəcək. Parça-parça olacaq. Və o zamana kimi də İlham parça-parça olacaq. Putinin ölkəsi default olana kimi Putinin sirrini bilən hər kəs məhv olacaq. Bu adam birbaşa Rusiyanın ən güclü dairələrinə məlumat aldım. Bax bu adam Zakir Həsənovun atası prokuror olub. Siyavuş Novruzov deyir ya pillə-pillə çıxıb. Qələt eləyir. Atası prokuror olub. Prokuror Ermənistanda prokuror olubdu. Sonra gəlib bu səhv eləmirəmsə Lənkəran tərəfə prokuror gəlibdi. Özü qanuni 8 arvadı var. Anası ermənidir. Baxa, bunun atası prokuror atasının da bir tərəf erməni idi. Öz qohumunla evləndirdi. Bunun anası ermənidir. Atasının da bir tərəf erməni idi. Bu Zakir bilirsə o vaxtı vəzifəyə getmək üçün erməni qız almalı idi. Bu Zakir Həsənovun birinci arvadı ermənidir. Erməni arvadının olan evlatları lotu gəzir. 7 milyonluq Patandartda sarayda qalır. 7 milyonluq sarayda qalır və hər yay Ermənistandadır. İndi də Ermənistandadır. İstirahətə gedirlər. Bu adamın birinci, niyə görə 2 arvad almadı, 8 arvad aldı? Adama deyirlər arvadın ermənidir, deyir arvadın budur, odur, o birisidir, bu birisidir. Birinci arvadı itirmək üçün gör neçə də evləndi. Qanunun 8 arvadı var. Arvadların 3'ü rəsmi nikahdandı, qalanların molla kəblindən. Deməli, Zakir Həsənovun bacısı oğlu Nofəl İrandan narkotik gətirir. Eyni zamanda Qum şəhərində qızıl zavoduna rəhbərlik edir. Qızıl zinət əşyaları düzəldilir orada, fabrikdir. Zakir Həsənovun yubileyində nazirlər yığışır, Müdafiə Nazirinin yubileyinə. Eyni zamanda Dövlət Sərhəd Xidməti və digər qoşun növləri zadı rəhbərlər, nazirlər gəlir. Burada Nofəl və Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev də olur. Elçin Quliyev də narkotik işinə baxır axı. Buna rəqabət var axı bunlarda. Elçin Quliyev buna bariqa deyir. Əla bari, nə gör nətədir? Narko baron, nətərsən? Narko baron. Bu da deyir, narko baron özünsən, məndən çox narkotik gətirən sənsən. Nə quşluysan, hə deyir. Bu əlbəyaxa biraz da sərt söyüş, əlbəyaxa girəndə görürlər aralayırlar. Nofəl də bayavoydu. Müdafiə Nazirinin bacısı oğlu da bayavoy adam, idmançıdır. Deyirə bilirsiniz nə var? Burada qarışan ana bacısını belliyim. Və Elçin Quliyev balaca pişik balası boyda şeydir. Basır it balası kimi döyür. Təpliyir, sürür yerdə, başına da işir, yola salır. Bu dalaşmanın telefon çəkilişi var. İnşallah mənim adamlarıma söz veriblər, o telefon çəkilişi verəcəklər, tapıb verəcəklər. Telefon çəkilişi gəlsə, Nofəl necə Zakir Həsənovu döyübdü, o kadrları efirə verəcəyəm. Əlimə gəlsə verəcəyəm. Həmən o Qum şəhərində, deməli Elçin Quliyevin Müdafiə Nazirliyinin bacısı oğlu, həm baronluq eləyib, narkotik daşıyan Nofəl bacısı oğlu qızıl zavodu var, ora rəhbərlik eləyir. O qızıl zavodunun qiyməti 2 milyard dollardır. Orada istehsal olunan qızılları, bütün ərəb ölkələri, Türkiyə qarışıq, Azərbaycan qarışıq, hər yerdə satılır. 2 milyard zavodun təkcə qızılları bu qırağa. Təkcə zavodun qiyməti 2 milyarddır. Azərbaycandan xam mal gedir, ucuz xam mal gedir İlham Əliyevin. Yəqin şərikdirlər də İlhamla. Ucuz xam mal gedir, orada düzəldirlər.